2 gün Batumda qaldıqdan sonra indi hal-hazırda Sarp sərhəddinə gedirəm, Türkiyənin sərhəddinə. Buradan 14 kilometr göstərir, amma qabaqda 4 kilometrdən sonra Azadlıq meydanı var. Oradan avtobuslar gedir Sarpa. İndi ora gedirəm, görüm ucuz olsa ondan gedəcəm. Deməli gəlib belə çatdım avtobusların yanına. Kartım olmadığına görə marşrutda minənmədim, amma Sarp avtobusları buradan çıxır. Qiyməti sadəcə 2 laridir. 1 manat 50 qəpik, 1 manat 40 qəpik. Artıq Batumdan ayrılmaq vaxtı gəldi. Hazırda Sarpa az qalmışam Türkiyə sərhəddən. Artıq Gürcüstanın bitməyinə çox az qalır və Türkiyə sərhədinə doğru çatıram. Sərhəddə çatdım. Bura Sarp sınırı. Biraz üstümdə pul var. Lari var. Onu liraya çevirmək istəyirəm. Yolda gələndə gördüm 0.84-də idi. 0.084-də. İndi bura gəlmişəm 0.070-də. Sərhəd olduğunu o qədər şey eləyirlər ki, indi bir dənə o ən yaxşı götürən yer deyəsən 0.80-də, ora şey eləyirəm. Dünən Batumdan aldığım yemək, dünənimi də bundan köçmüşəm, düyünümü də bundan köçürəm. İndi Türkiyəyə keçəcəm inşallah. Çox dedilər, edə bilmərsən, gedə bilmərsən, gəzə bilmərsən, hər kəsə inat gəzirəm. Bəli, düzdür, yaxın ölkələri gəzirəm. Amma ki, ən azından gəzirəm. İkinci ölkəmdir. Dama göl olar. İlk ən çətini çıxmaqdır və mən bunu bacardım. Gürcüstanda oldum bir neçə gün, indi hal-hazırda Türkiyədəyəm. Bir neçə gün, hətta bir neçə ay buranı gəzməyə planlaşdırıram. Gömrükdən də çox rahat keçdim. Yəni, Azərbaycanda düzdür, sərhədlər bağlıdır, ancaq təyyarə ilə çıxmaq olur. Sadəcə oradan çıxdıqdan sonra belə yerləri rahat keçə bilərsiniz. Gəldim indi Türkiyədə internet paketlərim üçün maraqlanmaq, amma burada o qədər baha dedilər ki. Deyirəm belə, telefonda elə göstərmir. Deyir bizim sistemdə böyle. Belə Hopaya gedirəm. Hopa sərhəddən Hopaya ucuz avtobuslar gedir. Yəni ən ucuzu bulardır. 2 manat 50 qəpiyə aparırlar. Çünki mən hal-hazırda internet tapmalıyam. İnternetim yoxdur. Ona görə məcbur yolumuz adımı tapmaq üçün internet tapmalıyam. Onun üçün də Hopa mərkəzə gedirəm. Yollar möhtəşəm. Hazırda Hopaya gəlmişəm. İnternet yeri axtarıram. Bu da Hopa. Hükümət qonağı var, Hopa bələdiyyəsi var, hətta Akasya taksi belə var. Akasya durağına baxanlar bilər ki, Akasya taksi. Onun adından yəqin ki götürülür. Bura deməli Hopanın mərkəzdir. İndi interneti tapsam buradan avtostopla xəritəylə falan vizaya keçmək istəyirəm. Azərbaycandanım, selamlar. Hoş geldin Azerbaycan'dan, bizim kardeş. Teşekkür ederim. Onlara çok selam söyle gittim. Biz Türkiye, Azerbaycan aynı kardeş Türkiye. Evet. Haydi. Kardeşim. Haydi. Türkiye'ye gelmişəm. Evet, şəhər mədəniyyəti, gözəlliyi belə olmalı. Da insanlar çöldə, hər tərəfdə çayxana. Buradan Hopadan çayxanalara baxın. Buradan Kürdəmirdəki Zəmzəm kafesinə salamları olsun. Bütün kollektirini salamlayıram. Hal-hazırda gəlmişəm, Rizeyə doğru otostop çəkirdim. Azərbaycanlı qardaşlar tırla buradadılar indi. Başqa bir Azərbaycanlını gözləyirik ki, onlar
O da deyir Rizeyə tərəf gedəcək. Onu gözləyirəm, görüm o aparsa onunla gedəcəm tırla. Olmasa otostopa devam eləyəcəm, amma burada həqiqi otostop çəkənlər çoxdur. İşte kardeşler görüştük. Selam olsun Azerbaycan'a. Azerbaycan kardeşimizdir. Allah sizden razı olsun. Çok sağ olun. Şimdi Hopa'dayım ve Güzel internet memleketimiz. aktaracağım. Kardeşim hoş geldin tekrar. Çok sağ ol. Teşekkür ederim ben de abi. Sınır bölgesi burası. Çok güzel bir memleket. Vatan toprakları. Herkese güzeldir. Herkesin gelməyini tavsiye ediyorum. Aynen öyle. Belə cana yaxındılar. Gələn kimi deyirlər ki, nəsə otur, çay, çörək. Çox sağ olsunlar. Həqiqi dəstək olurlar. Adam otostopla abi sağ olsun. Bizi götürdü. Hal-hazırda Rizeyə gedirəm. Görəndə olur. Muhammed abiye çok teşekkür ediyorum. Eyvallah, kendine iyi bak kardeşim. Allah razı olsun. Numaram var, sen de her zaman yardımcı olursun. Sağ ol. 170-160 kilometre yolu pulsuz geldim. Trabzon'un merkezine gelmişim. Burada həqiqətən minlər. Yəni indi qalmağa yer axtarıram. Görək axşamı harda keçirdə bilərik. Azərbaycanın tarixi kimi bir yerdir. Lakin burada daha çox insan var deyə bilərəm. Hazırda Trabzon'un gəlmişəm ən mərkəzi bölgəsinə. Burada əsasən dükanlar, yeməkxanalar, restoranlar, geyim dükanları, hədiyyəli əşyalar, bildiyimiz Azərbaycanın paydaşıdır. Bir otelə gəldim. Trabzon'un ən ucuz oteli budur. Hostel yoxdur, Trabzon'un ən ucuz oteli budur. Gecəsi 20 manat. Bizim pulla 20 manata gəlir gecəsi. Belə bir yerdir. Yaxşıdır, səliqəlidir, balaca olsa da yaxşıdır. Bir dənə bu işləmir, qızdırıcı. İndi aşağı düşüb soruşacağım bunu da. Bir də televizoruna baxdım. Onda da kanallar tapa bilmədim. Belə bir yerə gəlmişəm. Bu yerə gəlmək üçün nə qədər yol yeridir? Çünki yaxınlardakı bütün otellər 40 manatdan başlayırdı ən aşağısı. Bugünkü qalıb Trabzonu gəzəcəkdim. Uzungöl dedilər, Sümeyya monastırı dedilər, onları gəzəcəkdim. Sadəcə xəritədən baxdım. Buradan Uzungölə 100 kilometr məsafə var. Digər monastıra da 60 kilometr məsafə var və mən bu yolu gedə bilmərəm. Yəni gedərəm əslində, prosto ona sərf etdiyim yolu, ona sərf etdiyim gücü İstanbula doğru irəliləyərəm. Gedib ən azından bilirəm ki, Giresun'a zada çata bilərəm. Deməli hal-hazırda Giresun yolunun üstündəyəm. Giresun'a getmək üçün körpüyə qalxıram. Bu da Karadeniz, Trabzon mənzərə, gözəlliklər. Qabaqda məscid tikilir, hələ açılışa verilməyib. Sentyabrda inşallah açılış olacaq məscidə. Burada parklardır. Deməli bura balıqçı barnaqları gedir. Dəri tərəfləri ev kimidir, oturmağa, yatmağa yerləri. Arxa tərəflərində də gəmilərini saxlamağa belə yerləri var. Balaca bir oradan Karadenizdən gələn sular burada yığılır. Balıq tuturlar, gəmilər də burada saxlaya bilirlər. Bunlar da yaşadıkları yerlər. Giresun'a doğru belə bir yoldayam. Otostop çəkirəm Giresun'a doğru. Trabzondayam və Giresun'a getmək istəyirəm. Bir 100 kilometr yoldur. Görək kimsə
saxlayacaq, necə gedər. Deməli, hələ Trabzondayam. Hələ ki çıxa bilməmişəm Trabzondan. Bugün özümə qonaqlıq verirəm. Pomidorum, duzum, çörəyim və cipsim. Özümə cipsi də almışam. Olun, özümə bugün qonaqlıq verirəm. Görüm bugün Giresun'a geyib çıxa bilsəm qəşəng olacaq. Trabzondan çıxmadım sabah İstanbul'a getmək üçün. Amma ki bir söz deyim. Mən həyatımda bu qədər boş, bu qədər yorucu bir gün keçirməmişdim. Gəlib indi belə bir sarışıya çıxmışam. Sabah tanışlardan biri İstanbul'a getməlidir. Tamirci aldım. Onunla İstanbul'a gedəcəm. Dedim, Trabzondan çıxsam İstanbul'a gedə bilməyəcəm. İstanbul'a da buradan getmək istəyirsə, aşağısı 2000 TL. Dedim, elə yaxşısı budur, çıxmayım Trabzondan. Amma nə qədər yol getmişdim də, özü Trabzonun şəhərindən çıxış eləmişdim. Ahırdan arxaya qayıtmışam. Deyirlər, baxır tavala. Kuru yemişçilər, eski hurda. Nə bileyim, belə yerlərdir. Trabzonun mərkəzlərindən birindəyik. Burada otel qiymətlərindən danışımızsa, otel qiymətləri burada 40 manatdan başlayır bu mərkəzdə. Yəni bu mərkəzə yaxın yerlərdə 40 manatdan başlayır gecəsi, 900 manata qədər gedir. Yemək işinə gəldikdə isə deməsən, çiğ köftəyə deməli 75 TL'dən başlayır, amma çiğ köftə 40 TL'yə də dürümü var. Çiğ köftənin dürümü 40 TL. Yəni yeməyə də ucuz bir şeylər tapa bilərsiniz. Arxada McDonald's var idi, 95 TL'yə deməli ən balaca menyunu verirdilər. Xeyr. Deməli, mən hal-hazırda Trabzonda son günümü keçirdim. İndi Giresun'a gedəcəm. Dünən axşam belə bir yerdə qalmışam. Canlı yayımı izləyənlər bilir ki, canlı yayımda türk bir abi mənə yazdı ki, sənə otel otağı ayırtdırmışam. Elə baxdım ki, qaldığım yerə, oturduğum yerə çox yaxındır. 3 dəqiqəlik piyada məsafə idi. Sağ olsun, artdırdığı üçün gəldim, gecəni burada qaldım və otağı indi tərk edəcəm. Çalışdığım qədər otaqları, qaldığım yerləri təmiz saxlayıram ki, sonra deməsinlər ki, Azərbaycanlılar səliqəsizlik gəlirlər, otaqları yaman günə salırlar. Qardaş sağ olsun, gəlib məni götürüb. Adınız necə oldu? Adım Etibar'dır. Etibar qardaş, Azərbaycanlı qardaşımız burada yaşayır. Gəlib məni götürüb oteldən gəzdirməyə aparır və deyirsə, Giresun'a özüm göndərəcəm. Allah razı olsun ondan. Çox sağ olsun. Trabzon'da yerləşən Atatürk köşkünə gəlmişik. Bizim anahtar sen Atatürk ilk dəfə 1924-cü ildə ilk dəfə Trabzon'a gələndə bu köşkdə qalıb, yəni bu köşkdə qonaq olub. Ondan sonra isə 1930-da yenə gəldiyində yenə burada qalıb. 37-də də bir dəfə gəlib, yenə 2 gecə qalıb. Yəni ondan sonra artıq buranı sırf Türk xalqına mal varlığı göstərmək üçün buranı alıb. Bura Atatürk köşkünün bağçasıdır. Deməli Atatürk köşkünün içindəyik. Bura Trabzonda yerləşən Atatürk köşkündə yemək otağıdır. Burada yemək otağı olur, var imlası olur. Yəni hal-hazırda hamısı bunların qoruma altındadır və turistlərə açılır.
olayım, olmayayım, Türk milleti bakidir. Vasiyet odası. Hamısının ayrı-ayrılıqda işləyiblər yavaş-yavaş. Son olaraq da yataq otağı. Bu formadadır. Üstündə Türk bayrağı. Deməli, sağ olsun Etibar qardaş. Hal-hazırda bizi gətirib akvaryuma. Burada o qədər çox adam var idi ki, səslər çox pis düşürdü. Belə səsləndirim. Burada balıqların hamısının adlarını bir-bir çəkirdim. Hansı tür balıq olduğunu deyirdim. Bu gördüyünüz köpək balığının balaca forması idi. Dünyada əməlli gözəlliklər, nə bilim, fərqli heyvanlar, görmədiyimiz şeylər var. Buranı da özüm səsləndirmək istədim. Hal-hazırda gördüyünüz heyvan Nil varanıdır. Örümcəklər, oy. Tarantula. Gizlənib burada. Sarı ilan. Deməli, bu da Siyam timsahıdır. Timsahdan da çox balaca boyunur. Aslan balığı gördüyünüz. Elə bu batmış Titanik'in altındayıq. Balıqlar da ordumuzun. Aynen onlar bebek. Həsən Dağaysan, üzü çör mənə. Üzü çör, salam ver amaya. Salam! Salam, necəsən? O nə şirindir. Hara qalıq edim? Deməli, hal-hazırda Trabzon Ayasofya camisindəyik. Deməli, bura 1204-cü ildə tikilişinə qərar verilib. Trabzon Rum İmparatoru tərəfindən kilisə kimi tikilir. 1260-cı illərdə buranın tikilişi başa çatıb. Ondan sonra Fatih Sultan Məhməd buranı aldıqdan sonra buranı yenə də kilisə kimi istifadə ediblər. Sadəcə bir müddətdən sonra bura artıq 1500-cü illərdə məscidə çevrilir. Gördüyünüz kimi də içində də şəkillərə baxsaq, qədim Trabzon Rum İmparatorluğundan qalmış şəkillərdir, kilisə şəkillərdir, Hristiyanlığa aid şəkillərdir. Deməli, gəldim Boztepe'yə, Trabzon, buradan şəhərin ən yuxarı nöqtələrindən biridir. Buradan aşağıya bu da son olaraq Trabzon şəhərinin son nöqtəsi. Zibillərin təbiətdə yox olmaq müddətini paylaşıblar. Kağızdır, 3 aydır. Şuşədə 4000-lə qədər. Trabzonda Qızlar Monastırına gəlmişik. 1349-1390-cı illərdə İmparator 3-cü Aleksios tərəfindən bura düzəldilib və Rahibələr Monastırı olaraq bilinir. Bura Kaya kilsəsi gedir və əsasən mağaralardan
düzəldilib, əvvəl mağara olub, sonradan monastıra çevrilib. Əsasən bu şəkilləri, yəni gəlin bəy şəkilləri çəkilir. Bura giriş üçün GoPro-ma icazə vermədilər. Dedi GoPro-la girirsən, aşağısı bir 100 manat ödəməlisən. Ona görə telefonla çəkirəm. Karadeniz Teknik Üniversitesi. Tək universitet deyil, tək iqtisadiyyat fakültəsi bu boydadır. Yəni hər fakültə özü belə böyük binalarla tikilib, belə böyük. Kim oxumaq istəsə, möhtəşəm bir yerdir sadəcə. Məsələn, hüquq fakültəsi ayrı binada. Adi orman fakültəsi var idi, burada ağaclarla falan, onun özünün ayrı binası var. Sırf bu boyda ərazi hamısı universitetin daxilindədir. Harita mühəndisliyi. Qızlarla oğlanların yataqxanası ayrı oldu. Ayrı-ayrı yataqxana. Yəni ayrı-ayrı bölgələrdən. Yan-yana binalardır. Hər bina ayrı-ayrı. Oğlan yataqxanası, qız yataqxanası, fizika bölümü məsələn, bu Fizika bölümü. Bankların filialı var, sırf tələbələr var. Kafesi. Matematik bölümü, burada. Hamısının ayrı-ayrı. Kimya bölümü məsələn. Çox başqa bir şeydir. Hamısı bir dənə Azərbaycanda universitet boydadır. Tək iqtisadiyyat fakültəsi bəlkə də Bakı Dövlət Universiteti boydu. Yəni bu bütün gördüyünüz hamısı bu bölgə bir universitet. Kitabxanadır. Kitabxanası. Bura rektörlükdür. Rektörlük binası. Rektor. Gəz qutardım, hələ maşınla. Aşağı öğrenci işləridir, tələbələrin sənədlərini verilməsi üçün. Bir də ingilis dili hazırlıq görmək üçün olan bölgədir. Bura yəqin ki oyun yerləri. Bura tenis kortlarıdır, stadionlardır. Hamısı yəni bunun universitet daxilidir. Universitetə daxil. Bura universitetin ərazisidir. Bura məsələn müəllimlərin yataqxanasıdır. Başqa şəhərlərdən gəlib burada yaşayan müəllimlərdir. Bura məsələn qızlar üçün yataqxanadır. Məsələn bu bir dənə yataqxana sırf qızlar üçündür. Məsələn bu bir-birinə. Qarşı tərəfdə yenə olmalıdır. Məsələn bura bir yataqxanadır. Blok, hamısı da bloklarla. Əməlli kiçik bir şəhərcik qurublar. Sırf universitet üçün kiçik bir şəhərcikdir bura. Məsələn bura bir dənə yataqxanadır. Bura bir dənə, bu oğlan yataqxanasıdır, bu qız yataqxanasıdır. Rəngindən görülür. Mənim özüm bu yataqxanada qalmışam 5 il. Tələbəli illərimdə. Bura camidir, universitetin camisi. Universitetin məscidi də var. Universitetin məscidi var. Buralarda işte stadionlar, tələbələr üçün. Yataqxanalarda sən qalanda qiymət neçə idi? O vaxt 74 TL idi. Aylıq, hə? Aylıq 74 TL idi. O zaman 100 dolların səhv eləmirəmsə 112 TL idi. İndi biraz enflyasiya oldu. Hə, indi yəqin ki qiymətlər də qalxar. O belə. Burada yeməkxanasıdır, yataqxana. Kiçik bir şəhərcik. Hələ ki universitetin daxilindəyik. Yəni Azərbaycandan gələn tələbələr üçün həqiqətən möhtəşəm seçim olar. 2 dənə universitet qutarmış mən yenidən oxumağa həvəsləndim ki, gəlib burada oxuyaram. Yəni o qədər gözəl bir yerdir. Sağ olsun Etibar qardaş. Bu gün bizi qonaq edib. Allah razı olsun ondan, gəzdirib də, yemək də yeyirik. Çox sağ olsun, təşəkkür edirəm.